Hamıya salam. Bugün bir xanımın Instagram üzərindən mənə göndərdiyi mesajı sizinlə paylaşıb müzakirə etmək istəyirəm. Ə, Çox aktual bir topikdir. Yenə də niyə məhz bu mövzunu seçdim? Çünki mesajlar arasında çox gəlir. Məhz bu mövzunu seçdim. Çünki fikirləşirəm ki, bu mövzu haqqında o qədər sosial medialarda danışılır ki, insanlar artıq qorxuya keçiblər və bilmirlər nəyi necə etsinlər və həyatlarını çox çətinləşdirir bu mövzu. Mesajı tam oxumayacağam, çünki burada çox detallı, şəxsi məlumatlar var və istəmirəm ki, xanımın məlumatını YouTube-da belə açıq paylaşım. Amma burada xanım, onu deyim ki, öz həyatında övladı ilə olan bir situasiyanı müzakirə edir və sonra da mənə axırda sual verir ki, sizcə bu hərəkət və mənim bu hərəkətim, buna olan münasibətim mənim övladımda travma yaratdımı, yoxsa yox? Bu sualı mənə verəndə bir situasiya yadıma düşdü. Deməli, bir neçə il bundan öncə mən bir klientimlə işləyirdim və xanım mənə danışırdı öz uşağı üçün verdiyi qurbanları, öz uşağı üçün verdiyi əzab-əziyyəti, çətinlikləri və mənim ona sualım olanda ki, niyə sən bunu edirsən? O belə güləşdi və belə qürurla dedi ki, bunu edirəm ki, istəyirəm ki, uşağımın heç bir travması olmasın uşaqlığında və artıq onun 18 yaşı olanda o istədiyi biznesi qura bilsin və istədiyi sağlam və gözəl münasibəti həyatında qura bilsin və bu travmalar ona mane olmasın həyatında. Həyatı çox belə rahat keçsin. Əslində bu belə bir situasiyada ki, hər bir valideyn istəyərdi ki, uşağının həyatı çox gözəl olsun, rəngarəng olsun, rahat olsun, heç bir maneəsi yolunda olmasın. Və biz bir növ düşünürük ki, belə bir dünya var ki, o dünyada bu mümkün olacaq. Amma əslində təəssüf ki, belə bir dünya yoxdur və təəssüf ki, biz övladlarımızı böyüdən zaman hər hansı travmanı mütləq onlara ötürəcəyik. İstəyir bu terapevt olsun, istəyir psixoloq olsun, coach olsun. Yəni nə qədər də biz çalışsaq da, hər bir addımımızı düşünsək də, sözü düşünsək də, hansısa bir travmanı övladlarımıza ötürəcəyik. Biz elə bilirik ki, əgər hansısa bir biznes işimiz alınmırsa, münasibətlərimiz alınmırsa, burada mütləq və mütləq bizim travmalarımız rol oynayır. Bəli, ola bilər ki, hansısa uşaqlıq travmalarıdır ki, bizə maneə olur. Amma bu o demək deyil ki, biz o travmaların qarşısında çarəsizik və heç bir şey edə bilmərik. Biznes alınmırsa, baxmaq lazımdır ki, hansı yöndə mənim problemlərim var, nəyi aradan qaldırmalıyam, nəyin üzərində daha çox işləməliyəm və yaxud münasibətlərdə hansısa bir çətinliyim varsa, münasibətlər üzərində işləməliyəm. Mən nəyini səhv edirəm, mənim qarşımdakı insan nəyi səhv edir, bizim buna reaksiyamız nədir? Əslində hər bir situasiyanın bir çıxış yolu var. Bu o demək deyil ki, əgər sizin uşaqlığınızda valideynlərinizin münasibəti sizə uyğun olmayıbsa, o deməkdir ki, ona görə də sizin bugünkü münasibətinizdə hansısa bir problem var. Hər bir münasibətin üzərində işləmək olar və bu biz elə bir tupikdəyik və məndə elə olubsa artıq indiki həyatıma da o təsir edir və mənim başqa çıxış yolum yoxdur, deyilən bir şey yoxdur. Yəni bu bir növ çarəsizlik bir pozisiyasıdır. Yəni heç nə edə bilmərəm, məsuliyyəti öz üzərimizdən götürüb başqa travmanın üzərinə atmaqdır ki, o travmaya görə mənim həyatımda bu problem var. Əslində belə bir şey yoxdur. Əslində biz o travmalarımızı işləyərək və indiki aktual problemimizi həll edərək biz daha çox özgüvənli oluruq, daha irəli gedirik, daha çox şey öyrənirik özümüz haqqında, partnyorumuz haqqında, biznes haqqında və hər şeyi bu travmanın üzərinə atıb və çarəsiz davranmaq çıxış yolu deyil. Ona görə də xanım fikirləşir ki, əgər mən burada nəsə eləsəm və uşağım orada daha maneəsiz biznes quracaq, bu biraz bir absurd bir yanaşmadır. İkinci məqam da odur ki, əgər biz valideynlikdə
çalışsaq ki, uşağımıza heç bir travmanı ötürməyək, bu çox böyük bir ağır yükdür valideynlik üçün. Təsəvvür edirsiniz, yəni sizin üzərinizdə belə bir yük var ki, harda ki mən uşağıma heç bir travma ötürməyəcəm və mən inanmıram ki, hansısa bir valideyn sonuna qədər o yükü daşıya bilsin və həmin o aman travma yaratmayım qorxusundan məncə biz daha çox travma yarada bilərik. Nəinki biraz prosesə güvənsək, biraz oxusaq bu sahədə, öyrənsək, məlumatlansaq və həmin o məlumatlı şəkildə valideynliyə yanaşsaq, məncə daha sağlam münasibət qura bilərik. Əlbəttə ki, valideynlik prosesində bu uzun bir prosesdir. Ömrümüzün axırına kimi bu proses davam edir. Uşağımızın anadan olduğundan bizim ömrümüzün axırına kimi o davam edir. Həmin bu valideynlik prosesində əlbəttə ki, hər birimiz hardasa bir səhvə yol verəcəyik və bu çox normaldır. Əlbəttə ki, bu səhvlər bizim münasibətlərimizə hansısa bir zərər verəcək. Amma problem burada həmin o zərər deyil, həmin o negativ bir hadisəyə köklənmək deyil. Buradan çıxış yolu öz üzərimizə məsuliyyətini götürmək, səhvimizi anlamaq, qəbul etmək və sonra bu münasibəti bir növ təmir etmək yönəlmək lazımdır. O zaman uşaq da başa düşür ki, mənim valideynim də robot deyil, valideynim də hansısa səhvlərə yol verə bilir və səhv olsa səhvini başqasının üzərinə atmır, məsuliyyəti başqa yerə yönləndirmir, öz üzərinə götürür və bizim münasibəti təmir edir. Yəni burada artıq uşaq da öyrənir ki, heç kim həyatda mükəmməl deyil, perfeksionizm düzgün deyil və özü də hansısa bir münasibətində səhv edəndə, hansısa bir situasiyada səhv edəndə artıq məsuliyyəti bizə baxaraq öyrənib, üzərinə götürüb və həmin o səhvi təmir etməyə, düzəltməyə, düzgün yola yönəltməyə özündə güc tapır və eyni zamanda da bizə baxaraq bizim misalın üzərindən o da həyata davam edir. Mən burada bunları danışmağım o demək deyil ki, travma yoxdur və travmatik situasiyalar olmur, valideynlər uşaqlarına travma yetirmirlər və s. ilaxır. Və indi nə ürəyimiz istəyir uşağımıza deyə bilərik, istəsək qışqırarıq, istəsək vurarıq və s. Əlbəttə ki, bu o demək deyil. Burada daha çox üstümüzdə böyük bir yük kimi gəzdirməmək bu düşüncəni ki, hansı ki bizə məncə sosial mediada daha çox yedirdilib beynimizə ki, uşağa bunu demə, travma olar, elə hərəkət etmə, travma olar və artıq insanlar yəni bu xanım yeganə insan deyil də, hansı ki belə düşünür və yaxud hər birimiz belə bir situasiyada olmuşuq ki, bunu belə elədim, uşaq da görsən travma yaratdı. Yəni sosial mediada o qədər bir yük qoyulub ki üstümüzə, yəni mənim danışığım ona gətirib çıxardır ki, hər bir situasiyanı travma kimi qəbul etməyək, hər bir bunu belə bir yük kimi üzərimizdə daşımayaq ki, əsas məqsədim odur ki, uşağıma travma yedirtməyim. Yəni bu belə buradan olmasın, bu buradan getsin və daha çox, yəni bu qorxu getsin, daha çox yerinə elmi məqalələr, bilik, bu sahədə öyrəndiklərimiz və özümüzün təcrübəmiz, ətrafa baxdığımız, öyrəndiyimiz başqalarının situasiyalarından olan təcrübə ilə həyata çıxaq, valideynlik prosesinə çıxaq. Məncə bu daha vacibdir. Nəinki oturub qorxmaq ki, görürsən mən bunu elədim, travma oldu və yaxud yox. Xanım da burada mənə sualda qeyd edilir ki, bu situasiyada sizcə mən travma verdim uşağıma. Mən düşünmürəm ki, hansısa bir situasiya həyatda uşağa travma yaşadır. Bir şey baş verdi, onun nəticəsində uşaq hansısa bir hissləri yaşayır. Mən düşünürəm ki, uşağı o hissləri ilə tək buraxmaq hansısa bir travmatik
məqama çıxarda bilər. Çünki uşaq tək özü o hisslərlə bacara bilmir, hissləri anlamır, onlara ad qoya bilmir, anlamır ki, valideynim də burada yorğun idi, əsəbi idi və s. Tək günah mənim üstümdə deyil. Yəni bunları hamısını uşağa yaşamaqda, anlamaqda əgər biz valideyn kimi kömək etsək, məncə heç bir situasiya travma yaratmaz uşağa və əksinə o situasiyadan uşaq nəsə öyrənə bilər. Biz uşağımıza nəsə öyrədə bilərik. Biz o travmatik situasiyanı öyrədici bir situasiyaya keçirə bilərik. Düşünürəm bu qədər bu haqda verə biləcəklərim. Əgər hansısa bir sualınız varsa və yaxud sizin fikriniz varsa bu barədə, zəhmət olmasa kommentlərdə qeyd edin. Səhifəmə də abunə olmağı unutmayın. Əgər daha çox valideynlik haqqında və şəxsi inkişaf haqqında məlumat almaq istəyirsinizsə, Instagram səhifəmi də qeyd edəcəm aşağıda. Məni oradan izləyə bilərsiniz. Təşəkkürlər.